Döş qəfəsində olan ağrılarla müraciət edən insanlar çox olur. Döş qəfəsindəki olan ağrılar bir neçə xəstəliklərdə rast gəlinir. Bir neçə orqan və üzvlər sistemi xəstəliklərində rast gəlir. Onu bəzi insanlar dəqiqləşdirmək üçün bəzən bir neçə həkimliyə müraciət etməli olur. Ona görə bu ağrıların xarakteri və yayılması, forması haqqında danışmaq istəyirəm. Ağrı ümumiyyətlə döş qəfəsində də ola bilər, aşağı tərəflərdə ola bilər, qarın boşluğunda, boyunda, sifətdə, üzdə, başda, hər yerdə ağrı ola bilər. Ağrı ümumiyyətlə orqanizmin bu və ya digər xəstəliyi zamanı elə insana bir bildiriş siqnaldır. Ağrısız formalı gedən xəstəliklər təyini çətin olur. Həm insan üçün, həm onu müalicəsi, müayinəsi ilə məşğul olan həkim üçün də. Çünki xəstəliklərin erkən aşkarlanması biraz ləngiyir. Bu da həm həkimə, həm də xəstə insan üçün müalicənin gedişinə mənfi təsir göstərir. Ona görə də ağrıdan qorxmaq lazım deyil. Birinci sözüm budur. Ağrı olan halda ağrının xarakterinə, onun formasına, ağrının davam etdiyi müddəti, hamısının anamnestik şəkildə toplayıb həkimə müraciət etmək məsləhət görülür. Ağrısız xəstələrin təyini də alınmır, gecikir, sonra müalicədə də gedişatında çətinlik törədir. Başqa orqanlarda olduğu kimi döş qəfəsində də ağrı ola bilər. Bildiyimiz kimi döş qəfəsində bir neçə sistem orqanları yerləşir. Orqa sütunu, döş qəfəsini yaradan orqa sütunu və qabrıqa ondan əhatə edən əzəllərdən ibarətdir. Onun boşluğunda demək, mədə-bağırsaq sistemindən keçən qida borusu yerləşir, alt hissəsini diafraqma yaradır. Orada ürək və aorta, böyük damarlarımız döş qəfəsində, döş boşluğunda olur və ağciyərlər, bronxlar, traxeya bizim demək döş qəfəsi boşluğunda yerləşir və bu orqanların xəstəliyi zamanı da bu və digər dərəcədə şikayətlər yaranır. Şikayətlərin biri də ağrıdır. Ən çox rast gələn xəstəliklər arasında ürək-qan damar sistemi xəstəlikləridir ki, bu zaman döş qəfəsində ağrılar olur. Bu ağrıların xarakteri necə olur? Döş sümüyü arxasında yandırıcı, göynədici ağrılar, sol qola, sol çiyinə, boynun sol yarısına yayılan ağrılarla başlayır. Bu ağrılar tutma şəkilli olur. Hava çatışmamazlığı ilə müşayiət olunur. Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər çəkə bilir. Adətən bu sakit halda da baş verə bilir. Hansısa bir uzaq məsafəyə yaxud yuxarı mərtəbələrə çıxış zamanı da baş verə bilər. Buna stenokardiya zamanı rast gəlinir. Bu ağrılar 15 dəqiqəyə qədər davam edə bilir, bayaq dedik. Bəzən 30 dəqiqəyə qədər də ədəbiyyatlarda, həyatda rast gəlinir. Bu ağrılar çox insanda vahimə də yaradır. Ölüm qorxusu da yaradır, hava çatışmamazlığı yaradır, dərhal dayanmaq istəyir. Belə ağrılarda doğrudan da elə sakit dayanmaq lazımdır, oturmaq lazımdır. Yaxud otaqdasısa pəncərə açılmalıdır, havalanmalıdır otaq. Bu ağrılar daha çox davam edərsə artıq infarktla nəticələnə bilər. Ona görə də ağrıları qiymətləndirib və lazımi tədbirlər görmək lazımdır. Bu tədbirlərin görülməsi üçün də mütləq həkimə müraciət etmək, lazımi müayinələrdən keçmək lazımdır ki, həmin anda qabaqlayıcı tədbirlər görmək imkan olsun. Təcil yardım gələnə qədər və yaxud qonşuda bu hadisədən tanış olan insanlar gəlib sizə kömək eləyənə qədər sizin özünüzü də bilməyiniz vacibdir. Yeni videoları ilk izləmək üçün MedPlus TV kanalına abunə olmağı unutmayın.